Doktor, başımda tez-tez ağrılar olur. Gecələr əllərim çürüyür və bu da məni yuxudan oyadır. Sual odur ki, mənim boynumda yırtıq ola bilərmi? Əgər sizdə başın arxa hissəsində, yəni ənsər nahiyəsindən başlayaraq başın ön hissəsindən doğru yayılan ağrılar varsa və bu ağrılar qol nahiyəsinə də yayılırsa, daimi olaraq boyun, çiyin əzələləri gərgin və ağrılıdırsa, eyni zamanda əllərdə gücsüzlük və qüvvənin azalmasını hiss edirsinizsə, bu sizdə boyun nahiyəsinin fəqərə arası diz yırtığı olmasını göstərir. Belə pasiyentlər yanaşı olaraq gecə saatlarında əllərin keyməsindən, uyuşma və yanma hissiyatının olmasından və gecə saatlarında daha da kəskinləşməsindən şikayət edirlər. Bu ağrılar pasiyentləri yuxudan oyadır. Pasiyentlər duraraq əllərini silkələyir və bununla sanki rahatlıq tapmış olurlar. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın. Əks halda bu sizdə zamanla qulaqda səs-küyün yaranmasına, arterial təzyiqin yüksəlməsinə, yaddaşın pisləşməsinə, əldə əzələ gücünün azalmasına gətirib çıxaracaqdır.